Almaniyanın Eintracht klubunun idman direktoru Markus Krösche, baş məşqçi Dina Topmöllerin istefası, komandanın hazırki durumu və Bakı səfəri barədə açıqlama verib. Funksioner ayrılığın səbəblərinə aydınlıq gətirib və qarşıdakı planlardan danışıb. Klub rəsmisi əvvəlcə sabiq baş məşqçiyə təşəkkür edərək, onun Eintrachtı tarixində ilk dəfə Bundesliga yolu ilə Çempionlar Liqasına çıxartdığını və oyunçuların inkişafındakı rolunu xatırladıb. Lakin Krösche ayrılığın qaçılmaz olduğunu, son həftələrdəki gedişatın uğura olan inamı sarsıtdığını vurğulayıb. O, əsas problemin sistemli şəkildə çox qol buraxmaq olduğunu və müdafiədəki geriləməni məşqçilər korpusunun həll edə bilməyəcəyini anladıqlarını qeyd edib. İdman direktoru qərarın niyə məhz indi verilməsini belə izah edib. Bazar günü belə qənaətə gəldik ki, yollarımızı ayırmalıyıq. Çünki son həftələrin və ayların gedişatı göstərdi ki, bu yolda uğurla davam edə biləcəyimizə inam qalmayıb. Əsas problem odur ki, çox qol buraxırıq və bu müəyyən bir sistem halını alıb. Məşqçilər korpusunun bu problemi həll edəcək yollar tapacağına daha inanmırdıq. Müdafiə oyunumuzdakı inkişaf dayanıb, hətta geriləmə müşahidə olunur. Markus Krösche komandanın Bakıya müvəqqəti məşqçi ilə yollanacağını bildirib. Qısa müddətdə komandaya Dennis Schmidt rəhbərlik edəcək, ona Alex Mayer və Jan Fischer kömək edəcək. Biz Bakıya onlarla birlikdə yollanacağıq və orada qalib gəlmək istəyirik ki, Tottenhamlə ev oyunundan öncə yaxşı mövqedə olaq. Çempionlar Liqasında hələ 2 oyunumuz var və play-offa vəsiqə qazanmağı hədəfləmişik. Xatırladaq ki, Qarabağ Eintracht oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və maç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.